Hazırda cəmiyyətdə ən çox müzakirə olunan məsələ metro ilə bağlı dəyişikliklərdir. Və burada narazılıqlar da var, etirazlar da var ki, niyə biz 11 ay əziyyət çəkəcəyik, yolumuzu dəyişəcəyik, həm də əlavə xərcə düşəcəyik. Metrodan istifadə edən hər kəs, siz də, biz də bu prosesdən keçəcəyik, dəyərli izləyicilər. Bu bizə lazım idimi? Bu nə qədər vacibdir? Gəlin ondan danışaq. Deyək ki, Bakı metropoliteni 70-ci illərdən qalma sistemlə işləyir. Nə qədər kosmetik dəyişikliklər aparılsa da, əlavə vaqonlar qoşulsa da, yeni stansiyalar açılsa da, bu metronun yükünü bir qədər də artırır və sıxlıq artıq pik həddə idi. Biz zaten bunun həllini istəyirdik və indi bu həll yolu, ən optimal həll yolu yaşıl və qırmızı xətlərin bir-birindən ayrılmasıdır. Hətta evdə bir təmir prosesi başlayanda belə ən az 1 ay, 2 ay insan öz evində əziyyət çəkir. Böyük bir layihə icra olunur, təkcə bizim yox, hətta gələcək nəsillər üçün lazımlı bir layihədir ki, artıq Bakıda əhali sayı 4 milyonu keçir və bu qədər kütləni idarə etmək üçün metroda sistem dəyişməlidir. Bu daha çox kimə xitab edir? Sadə insanlara. Deputatlar, məmurlar, imkanlılar onsuz da metrodan istifadə etmirlər. Biz bu çətinliyi yaşayacağıq və sonuçta da baş verən dəyişiklikdən istifadə edəcəyik. Metroda birincisi elektron sistem tətbiq olunacaq, intervalların, qatarların hərəkətinin belə deyək, tənzimlənməsi indi mexaniki qaydada idarə olunur. Yəni köhnə sistemlə maşinistlər bir-birindən əlaqə saxlayırlar, mühafizəçilər xəttə dururlar və s. Bu elektron qaydada artıq avtomatik həllini tapacaq. Digər tərəfdən yeni Dərnəgüldən gələn xətt, dəyərli izləyicilər, daha qısa olacaq, interval azalacaq, eyni zamanda da sıxlıq məsələsi həllini tapmış olacaq. Bəs burada biz əlavə xərcə düşürük. Bu məsələ var. Həqiqətən də biz 11 ay ərzində istər özümüz, övladlarımız, valideynlərimiz bu xəttdən istifadə edenlər, yəni bir ailənin büdcəsinə yük yaranacaq. Bunun üçün yaxşı olardı ki, tələbələr üçün tələbə kartları müəyyən olsun. Çünki metrodan ən çox tələbələr istifadə edir. Və bu kartlarda müəyyən güzəştli abunəliklər, güzəştli qiymətlər tətbiq olunsun ki, ailələrin yükü müəyyən qədər azalsın. Digər tərəfdən tələbələr ev tutarkən yaxşı olar ki, universitetlərin yerləşdiyi istiqamətlərdə, məsələn, elmlərdə universitetə gedirsə, inşaatçılarda və digər istiqamətlərdə məncə elə belə də edirlər. Ev kirayə eləsinlər ki, onlar artıq Həzrəslanov istiqamətindən gəlib problem yaşamasınlar. Digər tərəfdən burada müzakirə olunan bir məsələ də ekspres avtobusların pulsuz olması məsələsi oldu. Amma məncə bu bir qədər yanlış anlaşıldı. Çünki ekspres avtobuslar təkcə Nizamidə dayanıb oradan 28-ə sərnişin daşımayacaq. Əgər belə olsaydı, bir stansiyanı pulsuz apara bilərdilər. Ekspres avtobuslar, məsələn, daha çox kütlə Koroğludan metroya düşmürmü? Koroğludan həmin kütləni götürüb, həmin sərnişin sayını, böyük bir sərnişin sayını götürüb, metroya daxil olmadan Dərnəgül istiqamətində 20 yanvara və digər metrolara məsələn çatdıracaq. Əks istiqamətdə də məsələn Dərnəgüldən gələn ekspres avtobuslar 28 maya qədər gələcək. Yəni hər kəs iki istiqamətdən gəlib Nizamidə 28 mayda yolunu dəyişməyəcək. Əgər siz dediyiniz bir stansiya olsaydı, bəli, burada pulsuz etmək olardı. Digər tərəfdən kimlər ki metroda istifadə edəcək, onların tələbələrin dərs rejimlərinin, işçilərin müəyyən qədər iş rejimlərinin dəyişdirilməsinə ehtiyac var. Məsələn, bu 11 ay ərzində tələbələr 5 gün dərsə gedirlərsə, bunun 3 günə endirilməsi, onlayn tədrisin məsələyə daxil edilməsi, yəni hibrid formada dərslərin keçirilməsi, həm dərsə gəlmək, həm də onlayn dərs sistemi doğru olar. Dövlət işlərində onlayn iş günləri elan etmək olar ki, bu da həm yükü azaldar, həm ailənin xərcinə müəyyən dəstək olar ki, həmin işə getmədikləri günlərdə qənaət etmiş olarlar. Ümumilikdə gec-tez bu layihə baş verməli idi. Bu bizim xeyrimizə olan bir məsələdir. Sadəcə olaraq 11 ay ərzində biz vəziyyəti necə yüngülləşdirə bilərik, bu haqda müzakirə aparsaq daha yaxşı olar, nəinki etiraz etmək.